İqtisadi islahatların təhlili və kommunikasiya mərkəzi özəl sektorla tərəfdaşlıq fəaliyyətini nəinki müzakirə edən, praktiki müstəvidə də reallaşdıran dövlət qurumudur. Mərkəz qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq dövlət, elm və biznes arasında əlaqəni təmin edir. Bu üç istiqamətin kəsişməsində uzun müddətli strateji və texnoloji həllər formalaşır. Məhz dövlət və özəl tərəfdaşlıq əsasında cənab prezidentin təşəbbüsü ilə yaradılmış rəqəmsal ticarət qovşağının qurulmasında mən də fəal iştirak eləmişəm. Ölkənin mənafeyinə xidmət edən belə bir layihədə resurslarımızı və ekspertlərimizi səfərbər etməkdən məmnunluq duyuruq. Həqiqətən əməkdaşlığa açıq olan və real iş quran bir institut gördükdə onun bir hissəsi olmaq istəyirsən. Mərkəzin bütün nəticə və nailiyyətlərinin arxasında sistemli, ardıcıl və bizneslə dialoqa açıq fəaliyyət dayanır.